Salam əziz izləyicilər, xoş gördük. Övladı kəkələyən valideynlər mənə sual edirlər ki, kəkələmə nə qədər müddətə korreksiya olunub aradan qaldırılır? Cavabım belədir. Əgər yüngül dərəcəli kəkələmədirsə, 2 həftəyə, 15 günə, orta dərəcəli kəkələmədirsə, 1 aya, ağır dərəcəli kəkələmədirsə, maksimum 2 aya islah olunub aradan qaldırılır. Amma loqopedin verdiyi tövsiyələrə əməl edərək danışılsa, bu müddətdə bəli sağalacaq. Yox əgər bu tövsiyələrə əməl olunmasa, qulaq ardına vurulsa, kəkələmə sağalmayacaq. Kəkələmə ağır nitq qüsurudur. Ona görə də bu tövsiyələrə əməl edildikdə yaxşı nəticələr olur, kəkələmə tam sağalır. Loqopedin verdiyi tövsiyələr nədir? Mən öz təcrübəmdən misal gətirərək danışıram. Yəni bu çıxışım sırf öz təcrübəmə əsaslanıb çıxışımdır, videomdur. Öz təcrübəmə əsaslanaraq danışıram. Yəni hansısa bir ədəbiyyatda yazılan, hansısa bir loqopedin gördüyü işi, onun təcrübəsinə istinad edərək danışmıram. Sırf mən ən çox öz videolarımda öz təcrübəmdə qazandığım biliklər, qazandığım təcrübələri bölüşürəm sizlərlə. Budur, bu çıxış da mənim təcrübəmə əsaslanıb. Yəni mən özüm korreksiya işi zamanı kəkələyən uşaqlara heyecanla danışıq və yaxud da kəlmənin ilk saytını uzatdıraraq danışdırıram. Bir çox loqopedlərdə də bu tərz belədir, yəni bu yol budur. Amma ki, işi keyfiyyətli görmək qısa zamanda bu problemi korreksiya eləmək məsələsi qarşıda durur. Yəni hər loqoped bacarmalıdır ki, bu problem uzun müddətə yox, qısa zaman kəsiyində aradan qaldırılmalıdır. Mən də yüngül kəkələyən, yüngül dərəcəli kəkələməsi olan uşaqlarla, şəxslərlə kəlmənin ilk saytını uzatdıraraq danışdırıram. Yəni onlara heyecanla danışmağı məsləhət görmürəm. Çünki heyecanla danışmaq kəkələyən insanlar üçün çətindir. Nəzərə alsaq ki, kəkələyən insanlar səbirsiz, hövsələsizdirlər. Ona görə də onlara nisbətən yüngül bir üsul tətbiq edirəm. Bu da kəlmənin ilk saytını uzadaraq danışmaqdır. Orta dərəcəli kəkələyənlərdə də analizlərdən sonra, məsələn, apardığım təhlillərdən sonra ki, bunun və yaxud şəxsin iradi keyfiyyətlərini yoxladıqdan sonra bunu heyecanla danışdırım, yoxsa kəlmənin ilk saytını uzatdıraraq danışdırım. Onu da təhlil etdikdən sonra bu danışıq üsullarından birini tətbiq edirəm. Ağır kəkələyənlərdə isə sorğusuz sualsız bu heyecanla danışmalıdır. Çünki heyecanla danışan zaman insan kəkələmir. İnsanın nitqinin sürətinin qarşısı alınır. Çünki kəkələyən şəxslər nevroloji qəbildəndirlər. Bunlar sürətli danışığa meyilli olurlar və o sürətin qarşısını kəsmək üçün bu üsullar tətbiq olunur. Həm uzatmaq, kəlmənin ilk saytını uzatmaq, həm də heyecanla danışdırmaq. Yəni bu zaman nitqin sürətinin qarşısı da alınır və bu zaman kəkələmələr də baş vermir. Onun üçün də kəkələmə də baş vermədikcə, zaman keçdikcə, günlər keçdikcə insan kəkələməni yadırğıyır. Zaman, müddət, yəni 2 həftə, 1 ay, 2 ay bu qədər vaxtda kəkələmə sağalır və sağalmalıdır. Loqoped çalışmalıdır ki, 2 aydan o tərəfə korreksiya işi getməsin, keçməsin. Nə üçün keçməsin? Çünki şəxsən mən özüm, mənə desələr ki, sən hecalarla danışmalısan və sağalmalısan. Mən əgər 2 ay danışıramsa hecanla, 3-cü ay mənim hövsələm çatmayacaq artıq hecanla danışmağa, insan bezir. Və kəkələyən şəxslərdə də səbirsizlik olduğu üçün onlar da bezirlər. Heç 2 ay yox, 1 ay danışan insan belə bir də görürsən ki, daha danışmaq istəmir. Deyir, bezdim. Bu vaxta kimi niyə sağalmadım? Belə suallar çıxır ortaya. Ona görə də bu qədər zaman kəsiyinə sığışdırıb problemi aradan qaldırmaq lazımdır. Bəzi, məsələn, valideynlər var, başqa mərkəzlərdən gəliblər, 6 ay, 1 illə, məsələn, kəkələməni korreksiya işi aparan, kəkələmə üzərində korreksiya işi aparan loqopedlərin olduğunu deyirlər. Deyir, yorulmuşuq, artıq bizim büdcəmiz də imkan vermir, uşaq da sağalmır, boşuna gedib gəlirik, zaman sərf edirik. Yəni bu problemi qısa zaman kəsiyində həll etmək lazımdır. Bir müddət populyarlaşmışdı, 50 günə kəkələmə sağalır, belə bir proqram çıxmışdı. Yəni 50 günə bəli, sağalması yaxşıdır uşağın, şəxsin. Amma 50 günün 50'si də gərək gələsən. 50 günün 50'sində də pul xərcləməlisən. Xeyr, elə deyil.
Məndə məsələn pasiyentlər var ki, həftədə bir dəfə qəbul edə bilirəm. O tövsiyələrimi verirəm. Psixoloji çalışıram dəstək olum, loqopedik dəstək olum. Valideynləri mən məlumatlandırıram. Valideynlər məktəbdə müəllimləri məlumatlandırırlar. Kompleks şəkildə bu problem aradan qaldırılır. Amma həftədə bir dəfə gəlir uşaq. Həftədə 2 dəfə gəlir. Yəni maksimum 3 dəfə gəlir. Ondan o tərəfə bu uşağı artıq bezdirmək düzgün deyil. Yəni sən tövsiyələrini ver, o uşaq gedib evdə, məktəbdə, parkda, əyləncə mərkəzi, marketdə bu danışığı tətbiq eləyəcəksə, həftədə bir dəfə gələ-gələ də zaten sağalıb korreksiya olunur. Ona görə 50 günə nə hacət? Nəyə ehtiyac var ki, uşağı 50 gün gətirib apardırasan və yaxud 60 gün və yaxud 70 gün, 80 gün, həftədə 3 dəfə, 4 dəfə, bəzi mərkəzlər var, 5 dəfə belə uşaq qəbul edirlər. Mərkəzlər demişkən bəzən valideynlər şikayətlənirlər ki, mən uşağı aparmışam loqopedə, kəkələməyi ilə bağlı elə mərkəz var ki, mənim uşağıma psixoloq da məsləhət görür, refleksoloji masaj məsləhət görürlər, ayağının altını masaj eləyirlər, əllərini masaj eləyirlər və s. Ehtiyac yoxdur əzizlərim. Yəni uşağı mən yoxlayıram, valideynindən soruşuram, bunun evdə davranış pozuntuları varmı, əsəbləşəndə başını divara vururmu, əlində olan əşyanı atıb sındırırmı? Bu kimi xarakter xüsusiyyətləri varsa, psixoloq işləməlidir, bəli, hökmən işləməlidir, çünki davranış pozuntuları var. Davranış pozuntuları olan şəxsin də kəkələməsinin sağalması sual altındadır. Amma elə uşaqlar var, üzü yoladır, nə deyirsən canla başla eləyirlər. Onları psixoloqa ehtiyac görmək doğru deyil. Ehtiyac yoxdur. Yəni qazanc naminə bu işləri görmək düzgün deyil. Danışdırmaq lazımdır. Sadəcə təbii yollarla, yeri gələndə sakitləşdirici masaj eləmək lazımdır şəxsin üzünü. Danışdırmaq lazımdır. Bu tərzdə də yavaş-yavaş zaman keçdikcə, günlər keçdikcə həm kəkələyən şəxs, həm də valideyn hiss edir ki, mənim övladımın kəkələməsi korreksiya olunur. Bu formada korreksiya işi aparmaq lazımdır. Kəsə yolla, qısa yolla, nə qədər mümkündür, o qədər tez aradan qaldırmaq lazımdır. Mənim videomu paylaşmağı unutmayın, paylaşın ki, məlumatsız valideynlər də faydalansınlar. Sağ olun, izlədiyiniz üçün təşəkkürümü bildirirəm. Növbəti videolarımda görüşmək ümidi ilə.